BMT-nin Ümumdünya Şəhər Salma Forumunun 13-cü sessiyası çərçivəsində mayın 20-sində Kenya Respublikasının Torpaq, İctimai İşlər, Mənzil və Şəhər İnkişafı naziri Alice Muthoni Wahume'nin rəhbərlik etdiyi nümayəndə heyəti Urban Expo sərgisinin pavilyonları ilə tanış olub. Kenya rəsmilərini WUF 13-ün milli koordinatoru Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müşayiət edib. Sərgi zamanı Kenya rəsmiləri Azərbaycan pavilyonuna xüsusi maraq göstəriblər. Anar Quliyev qonaqlara pavilyonun konsepsiyası və burada nümayiş etdirilən ekspozisiyalar barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycanın WUF 13 çərçivəsində təqdim olunan milli pavilyonu Heydər Əliyev mərkəzli memarlıq üslubundan ilhamlanaraq hazırlanıb. Pavilyonun giriş hissəsində yerləşdirilən çinar ağacı inkişafın, həyatın və Azərbaycanın simvollarından biri kimi təqdim olunur. Qeyd edilib ki, pavilyon Azərbaycanın keçmişdən gələcəyə uzanan şəhər salma və memarlıq irsini, eləcə də müasir inkişaf layihələrini əhatə edir. Burada İçəri şəhər və digər orta əsr şəhərləri barədə məlumatlar təqdim edilir. Həmçinin ölkənin milli parkları və təbii sərvətləri nümayiş olunur.